Əleyhisselam buyurur ki, sağda, solda azğınlıqdır, orta yol düzdür, incə yoldur. Yalvarırıq Allaha hər gün ki, ilahi bizi doğru yola yönəlt. Yəni, bu çox incə məsələdir, azaram. Və doğru yol hansıdır? Neymət verdiyin kəslərin yoluna, azğınların yoluna yox. Azğınlar da deyir, axı mənim yolum düzdür. Quran yol göstərəndə, amma hədisdə var, danışdırmasan danışmaz. Quranı kim danışdırmalıdır məsum imam? Gəldi İmam Sadiq Əleyhisselamın yanına ki, sizinlə görüşməyə gəlmişəm, həccə gedirəm. İmam Sadiq Əleyhisselam dedi ki, yaxşı yol, sağ salamat, borcun zadın yoxdur heç kəsə. Dedi ki, bir nəfərə borcun var, murciədir. Murciə yəni dinsiz adama, Allahın düşməninə borcun var. İmam dedi ki, borcu versən, həccə gedə biləcəksən. Dedi, yox. Dedi ki, apar borcu ver və həccə getmə. O pis adamdır, kafirdir, kafirdir, kafir deyil. Haqqıdır, qaytar, həcc lazım deyil, sənin boynunda həcc yox. İmam burada göstərir ki, yol indi qırmızı da olsa keçmək lazımdır. İmam buna görə lazım.